Salam hörmətli şagirdlər, biz bugün natural ədədlər dərsinin izahına baxacağıq. İlk öncə onu deyim ki, bu dərsin izahına baxanda çox vaxt şagirdlər deyir ki, mən bu mövzunu su kimi içirəm, nə bilim, nağarım, neyinəm. Amma bu mövzuda xırdalıqlar çoxdur. İndi mən dərs ərzində bir neçə xırdalıqlar deyəcəm, amma ümumilikdə bu mövzu çox geniş bir mövzudur. İnşallah dərslərimizdə biz bunu ətraflı öyrənəcəyik. Birinci gəlin nədən başlayaq? Natural ədədlər nəyə deyilir, ondan başlayaq. Natural ədədlər həmişə yadınızda saxlayın ki, böyük N hərfi ilə işarə olunur və əşyaları sayarkən istifadə etdiyimiz ədədlər natural ədədlərdir. Və natural ədədlər birdən başlayır, sonsuzluğa qədər davam edir. Yəni natural ədədlərin sonu yoxdur. Və yadınızda saxlayın ki, 0 natural ədəd deyil. Deyirsən mənim nəyə görə xeyir olar, niyə 0 natural ədəd deyil? Çünki 0-dan əşya saymaq mümkün deyil. Ona görə 0 natural ədəd deyil. Aha, keçdik biz burada nəyə? Natural ədədlər tək və cüt olmaqla iki qrupa ayrılır. Tək ədədlər nədir? Sonu 1, 3, 5, 7, 9 ilə bitən ədədlər nədir? Tək ədədlərdir. Məsələn, 21, 257, nə bilim 319 və s. Yəni sonu 1, 3, 5, 7, 9 varsa, bu deməli nədir? Tək ədəddir. Və yadınızda saxlayın ki, tək üstü n həmişə təkə bərabərdir. Bu nə deməkdir? Yəni tək ədədi neçə dəfə öz-özünə vurursan vur, yekunda nə alasın? Tək. Məsəl üçün 3 üstü 4. Bax 3 nədir? Tək ədəddir. 3-ü belə çıxır ki, 4 dəfə öz-özünə vurursaq, yəni yekunda nə alışıq? Tək. Bax 81 alıq, 81-dən necə ədəddir? Tək. Bu doğru. Aha, bunu bildik. İndi deyirsən mənim keçid o bir qaydaya, cüt ədədləri. Cüt ədədlər nədir? Cüt ədədlər yadınızda saxlayın ki, sonu 0, 2, 4, 6, 8 ilə bitən ədədlər nədir? Cüt ədədlərdir. Məsəl üçün 250, 264 və s. və s. Və yadınızda saxlayın ki, cüt üstü n-də nəyə bərabərdir? Cütə. Bu nə deməkdir? Yəni cüt ədədi neçə dəfə öz-özünə vurursan vur, yekunda nə alasın, sən cüt ədəd alasın. Bu da belə. İndi keçdik biz nəyə? Burada bizim qarşımıza testlərdən nə cür sual çıxacaq? Belə bir suallar verilir. Məsəl üçün, deyir 2456 ədədində neçə onluq var? Deyir, bax, bu ədəddə neçə onluq var? Nə edirsən sən? Onluq var deyirsən mənim yadıma 10 düşür. Onda birdən sonra neçə dənə 0 var? Bir dənə 0 var. Onda gəlirsən, bax, bu sonlanca bir dənə rəqəm silirsən. Deyirsən, mənim burada 245 dənə onluq var. Deyirəm, yaxşı, onda 100lük var soruşsam. Onda nə arasın? Deyirsən, mənim 100lük var deyirsən, o saat 100 yadıma düşür. 100-də də 2 dənə 0 var, onda ikisini silirik də. 1 6, 1 5-i. Onda deyirik ki, burada 24 dənə 100lük var. Belə. Amma təhlik var soruşsa, məsəl üçün sorursaydı ki, 2456 ədədində neçə təhlik var, onda elə hamısını da götürürsən. Onda heç nə silmirsən. Elə 2456-nın özü olur. İndi keçdik biz burada nəyə? Deyirsən mənim, bax, testlərdə belə bir şey görmüşəm, AB üstü xəttdir. Bu nə deməkdir? Bu iki rəqəmli ədədi bildirir. Sən bunu gördünsə, tez açılışını yazmalısan. Açılışı nətərdir? B burada təhlikdə A onluqdur. A-ya onluq dedikdən yazırıq ki, 10 üstə gəl B. Deyirsən, ay mənim, onda belə çıxır ki, ABC olsa, bunun açılışı necə olur? Bu C təhlikdir, B onluqdur, A da 100lükdür. Olur 100A üstə gəl 10B üstə gəlinən C. Bax, bu şəkildə olur. Deyirsən, mənim, bunu bildik. İndi buna aid bir misala baxaq görək. Bax, belə bir sual ver. AB üstü xətti bərabərdir. Nəyə? 5A üstə gəl 4B. Olarsa. Deyir ki, A vuraq B-ni tapın. A vuraq B-ni tapın. Nə varsan, bunun açılışını yazsan, açılışı necədir? Deyirsən, mənim 10A üstə gəl B. Bərabərdir nəyə? 5A üstə gəl 4B-yə. 5A-nı bu tərəfə keçirdirsən, B-ni də bu tərəfə. Onda qalır 5A bərabərdir 3B-yə. A-nın qarşısında neçə var? 3 var, onda A-mız neçədir? 3-dür. B-nin qarşısında neçə var? 5 var, onda B-miz neçədir? 5-dir. Bizdən 3 vuraq 5 istəyir, o da bizə neçəni verir? 15-i verir. Bax, bu da belə. Keçdi, indi biz burada nəyə? Bölünmə əlamətlərinə. Yadınızda saxla ki, sıfıra bölünməməli yoxdur. Mənası yoxdur, ümumiyyətcə. Məsəl üçün, bir 5 dənə kitab var, deyirəm, bunu 0 nəfər arasında böl. Nətər bölərsən? Deyirsən, mənim 0 nəfər var ki, mən bir böləmdir. Birə bölünmədən danışaq, birə bütün ədədlər bölünür və həmin ədədlərin özü alınır. 2-yə bölünmədən də deyim, elə bunlar şifahidir. Bütün cüt ədədlər 2-yə tam bölünür. Bunu da demək olar 90% şagird bilir, yəni oxuyan şagird bilir və yaxud da bazası olan şagird bunları bilir. Bütün cüt ədədlər 2-yə bölünür. Məsələn, 250 ilə 242 və s.
3-ə bölünmə nədir? Gəlin biz ondan danışaq. Yadınızda saxlayın ki, rəqəmləri cəmi 3-ə bölünən ədəd, rəqəmləri cəmi 3-ə bölünən ədəd özü də nədir? 3-ə bölünür. Deməli, rəqəmlər cəmi 3-ə bölünürsə ədədin. Onda ədəd özü də deməli nədir? 3-ə bölünür. Məsəl üçün, 123 ədəddir. Bu 3-ə bölünür yoxsa yox? Deyirsə, mənim rəqəmlərin cəmləyişim 1, 2, 3-ün cəmi neçə edir? 6 edir. 6 3-ə bölünürmü? Bölünür. Neçə düşür? 2 düşür. Onda deməli 123 də nədir? Bölünür. Bu da belə. İndi keçdik 4-ə bölünmə. 4-ə bölünmə nə idi? Yadınızda saxlayın ki, sonu 2 sıfırla bitən ədədlər, sonu 2 sıfırla bitən ədədlər 4-ə nədir? Tam bölünür. Sonu 2 sıfırla bitən ədədlər. Məsəl üçün 100, nə bilim 200, 500, nə bilim 5000 və s. Son 2 rəqəmi sıfırdırsa, onda deməli bu 4-ə nədir? Tam bölünür. Bir də 4-ə bölünmənin belə bir qaydası da var. Əgər son 2 rəqəmi yaratdığı ədəd 4-ə bölünürsə, bu zaman ədədin özü də 4-ə bölünür. Məsəl üçün, bax, 120-dir, 144-dür, 156-dır. Bax, fikir versən, son 2 rəqəmi yaratdığı ədəd nədir? 20. 20 4-ə bölünürmü? Bölünür. Onda deməli 120-nin özü də nədir? Bölünür. 144-də bax, 44. 44 4-ə bölünürmü? Bölünür. Onda 144-ün özü də bölünür. 156-da 56 bölünürmü? 4-ə bölünür. Onda 156-nın özü də bölünür. Bu da belə. İndi 5-ə bölünmə nədir? Deyirsən mənim sonu 0 və 5 ilə bitən istənilən ədəd 5-ə nədir? Tam bölünür. Deyirsən mənim bu da asan bir şeydir. Məsələn 20, 35, 40, 45 və s. Aha. Bu ədədlər 5-ə tam bölünür. Çünki sonu 0 və 5 ilə. İndi keçdik 6-ya bölünmədən danışaq. 6-ya bölünmə nədir? Deyirsən ki, mənim həm 2-yə, həm də 3-ə bölünən ədədlər 6-ya nədir? Tam bölünür. Həm 2-yə, həm 3-ə bölünməlidir. İkisinə də bölünməlidir. Birinə bölünüb, birinə bölünmürsə, onda deməli 6-ya bölünmür. Məsəl üçün, 120 ədədir. 120 həm 2-yə bölünür, çünki cütdür. Həm də 3-ə bölünür. Həm də 3-ə bölünür, çünki rəqəmlərin cəmi 3-ə bölünür. Ona görə. Ona görə bu 2-yə də 3-ə də bölünürsə, deməli 6-ya da nədir? Tam bölünür. Keçdik nəyə? 7-yə bölünmə. 7-yə bölünmə qaydası var. Buna aid sual düşəsi deyil. Yəni, heç onun qaydası ümumiyyətcə bir uzun qayda deyil. Onu tətbiq edəyən ki, misala götürüb elə özün budaqlı bölmə ilə bölsən, ondan tez taparsan. Keçdik nəyə? 8-ə bölünmə. 8-ə bölünmə nədir? Yadında saxla ki, son 3 rəqəmi 0 olan ədədlər 8-ə tam bölünür. Məsələn, 1000. Son 3 rəqəmi nədir? 0-dır. Onda bu deməli nədir? 8-ə bölünür. Nəyəm? 50.000. Son 3 rəqəmi nədir? 0-dır. Deməli bu 8-ə nədir? Tam bölünür. 8-ə bölünmənin bir dənə də belə bir qaydası var. Əgər son 3 rəqəmi yaratdığı ədəd 8-ə bölünürsə, bu zaman ədədin özü də nədir? 8-ə bölünür. Məsəl üçün, bax 1800. Son 3 rəqəmi yaratdığı ədəd nədir? 800. Düzdür. 800 bölünürmü? Nədir? 8-ə. Deyirsən, bəli, mənim bölünür. Onda deməli 1800-ün özü də nədir? Bölünür. Və yaxud da 1200. Son deməli 3 rəqəmi yaratdığı ədəd 200-dür. 200 də bölünür də 8-ə. Düzdür, 25 düşür. Onda deməli 1200-ün özü də nədir? Bölünür. Bu da belə. İndi keçdik 9-a bölünmə. 9-a bölünmə nədir? Deyirsən, mənim rəqəmləri cəmi 9-a bölünürsə ədədin, onda ədəd özü də 9-a bölünür. Məsəl üçün, bax, belə bir ədəd verilibdir. Bu bizə deyir ki, bu 9-a bölünür yoxsa yox. Sən də deyirsən, mənim qaydada bizə deyir ki, rəqəmləri cəmlə. Əgər aldığın cəm 9-a bölünürsə, onda ədədin özü də 9-a bölünür. Məsələn, 18 9-a bölünürmü? Bölünür. 2 düşür. Onda deməli, ədədin özü də nədir? 9-a bölünür. Keçdik 10-a bölünmə. 10-a bölünmə nədir? Sonu 0-la bitən istənilən ədəd 10-a tam bölünür. Nəyəm? 120, 130, 140 və s. belə. 11-ə bölünmə də var, lap onu deyərəm, lap ehtiyac yoxdur, yəni o düşəsi deyil. Mən əsas vacib bizə nə lazımdırsa, lap dərsdə deyərəm, problem deyil. İstəsəz deyərəm növbəti dərsimizdə. Deməli, sonra keçdik biz buradan nəyə? 12-yə bölünmə. 12-yə bölünmə nədir? 12 hansı ədədlərin hasilidir? 3 ilə 4-ün, bir də 2 ilə 6-nın. İndi yaxşı, onda qaydanı nətər deyək? Qayda belədir də, kitabları baxsaz, qayda kitablarına baxsaz görərsiniz ki, yazır ki, həm 3-ə, həm 4-ə bölünən ədədlər 12-yə bölünür. İndi sən də fikirləşsən. Deyirsən, ay mənim, axı 2 dəfə 6-da 12 edir. Niyə axı bu 2-yə 6-ya, niyə demirik elə, məsələn, həm 2-yə, həm 6-ya bölünən ədədlər 12-yə tam bölünür? Niyə həm 3-ə, həm 4-ə deyirik, bölünən ədədlər 12-yə tam bölünür? İndi onun səbəbi var. Biz o səbəbi bilsək, heç bu qaydaları əzbərləməyə ehtiyac yoxdur. Nədir indi o səbəb? Mən deyim. Bax, burada 3 ilə 4
bir-biri ilə qarşılıqlı sadədir. Ona görə 3 ilə 4-ü sən deyə bilərsən. Deyirsən, ay müəllim, indi qarşılıqlı sadə nədir? Qarşılıqlı sadə odur ki, yəni ortaq böləni 1 olan ədədlər. 3 ilə 4-ün ortaq böləni 1-dir deyən və 3 hansı ədədlərə bölünür? 1 ilə 3-ə bəs 4, 1-ə 2-yə 4-ə. Hər ikisinin ortaq böləni bircə dənə nədir? 1-dir. Ortaq böləni 1 dənə 1 olan ədədlər qarşılıqlı sadədir. Bax, 2 ilə 6 qarşılıqlı sadə deyil deyən. Ona görə 2 ilə 6-ını deyənmərsən. 2 hansı ədədlərə bölünür? 1-ə 2-yə. Bəs 6 1-ə 2-yə, 3-ə 6-ya. Və fikir versən, bunların birdən başqa da bölənləri var. Ona görə sən bunları deyə bilmərsən. Deyirsən, hə müəllim, onda belə çıxır ki, məsələn 36-ya bölünməyinin gəlin özümüz düzəldək. Bax 2 ilə 18-in hansılı 36-dır. 3 ilə 12-nin hansılı 36-dır. 4 ilə 9-un bir də 6 ilə 6-dır. Burada ancaq qarşılıqlı sadə olanlar hansıdır? 4 ilə 9-dur. Onda deyirsən, ay müəllim, 4-ə və 9-a bölünən ədədlər nədir? 36-ya tam bölünür. Həm 4-ə, həm 9-a. 2, 18, 3, 12, 6, 6 cütlüyünü deyə bilmərsən. Sonra keçdik 13-ə bölünmə qaydasıdır. Ehtiyac yoxdur, o sual düşəsi deyil. 14-ə bölünmədə heç ehtiyac deyil. 14-ə belə götürəndə 2-yə və 7-yə bölünən ədədlər 14-ə də bölünür də. Deməli, indi 15-ə bölünmə nədir? 15 3 vuraq 5 deməkdir. Bizə əsas hansılar vacibdirsə onları öyrəndik. Həm 3-ə, həm də deyirsən mənim 5-ə bölünən ədədlər 15-ə də nədir? Tam bölünür. Məsələn, bax 180. 3-ə bölünürmü? Bölünür. Çünki rəqəmlər cəmi 3-ə bölünürdü. 5-ə bölünürmü? Bölünür. Çünki sonra 0 və 5 olan ədədlər 5-ə bölünür. Onda deməli bu 15-ə də nədir? Tam bölünür. Bu belə. İndi keçdik 18-ə bölünmə. 18-ə bölünmə 18 2 ilə 9-un hasilidir də, düzdür. 3 ilə 6-nın da hasili 18 edir. Amma 3 ilə 6 qarşılıqlı sadə deyil. Onda deyirsən müəllim, həm 2-yə, həm 9-a bölünən ədədlər 18-ə tam bölünür. Məsələn, bax 180. 180 cütdür deyən 2-yə tam bölünür. Və rəqəmlərin cəmi 9 edir, 9 da 9-a bölünür də. Ona görə 2-yə də 9-a da bölünürsə, bu deməli 18-ə də tam bölünür. Keçdik 25-ə bölünmə. 25-ə bölünmə nədir? Sonra 0, 0, 25, 50, 75 ilə bitən ədədlər deməli 25-ə nədir? Tam bölünür. Məsələn, belə olsun, 1250. Bu 25-ə tam bölünür. Son nədir? 50 ilə bitir. Nə bilim, 3475. Bax, bu 25-ə tam bölünür. Çünki sonu 75 ilə bitir. Ona görə. Hə, bu belə. İndi bölünmə əlamətlərində biləndən sonra keçirik nəyə? Sadə və mürəkkəb ədədlərdən danışaq. Sadə ədədlər nədir? Birinci onu deyək. Sadə ədədlər həmişə yadınızda saxlayın ki, birə və özünə bölünən ədədlərə sadə ədədlər deyilir. Birə və özünə bölünən ədədlərə sadə ədədlər deyilir. Bax, nə? Məsələn, 2, 3, 5, 7, 11 və s. Özdə 2 yeganə cüt ədəddir ki, sadə ədəddir. Qalan cüt ədədlər hamısı mürəkkəbdir. Mürəkkəb ədədlər isə bilirsiniz nədir? Mürəkkəb ədədlər 2-dən çox böləni olan ədədlər. Məsələn, bax 4, 6, 8, 9. Bu mürəkkəb ədədlər bir növ bilirsiniz nəyə bənzəyir? Bu mürəkkəb adam deyil, filankəs çox mürəkkəb adamdır. Ona bənzəyir. Nəyə görə ona mürəkkəb adam deyirlər? Çünki o yeri gələndə dostluq eləməyə bacarır. Yeri gələndə yalan danışmağa bacarır. Yeri gələndə söz daşımağa bacarır. Yəni bunun özəlliyi çoxdur da. Ona görə bax bunlarda bax mürəkkəbdir. Yəni bunların da böləni çoxdur. Ona görə bunlar mürəkkəb ədədlər gedir. İndi yadınızda saxlayın ki, bir isə heç birinə adiyyatı yoxdur. Bir nə sadədir, nə mürəkkəbdir. Heç birinə adiyyatı yoxdur. Keçdik indi nədən danışırıq? Qarşılıqlı sadə ədədlər. Qarşılıqlı sadə ədədlər həmişə yadınızda saxlayın ki, ortaq böləni bir olan ədədlər qarşılıqlı sadə olur. Özdə bu qarşılıqlı sadə ədədlərin tapmağın bir neçə qısa yolu var. Birinci yadınızda saxlayın ki, ardıcıl ədədlər həmişə qarşılıqlı sadə olur. Bax, ardıcıl ədədlər nə olur? Qarşılıqlı sadə. Məsəl üçün, deyirsən mənim onda 24, 25, nə bilim 30, 31, sonra nə bilim 40, 41, nə bilim də belə və s. Bax, bunlar hamısı nədir? Qarşılıqlı sadə ədədlərdir. Hə, deməli, indi bunu biləndən sonra yadınızda saxlayın ki, ardıcıl tək ədədlərdə qarşılıqlı sadədir. Bax, ardıcıl nələr? Tək ədədlərdə nədir? Qarşılıqlı sadədir. Məsəl üçün, indi özündən misal deyirsən, mənim deyirsən 15, 17 ardıcıl tək ədəddir. Onda bunlar deməli nədir? Qarşılıqlı sadədir. Nəyəm 21, 23 bunlar nədir? Qarşılıqlı sadədir. Yəni bunların ortaq böləni
Bircə dənə nədir? 1-dir. Məsələn, bax, 21 hansı ədədlərə bölünür? 1-ə, 3-ə, 7-yə, 21-ə. 23 bəs 1-ə, 23-ə. Fikir versin, bircə dənə ortaq bölənləri var. Onda bunlar demək nədir? Qarşılıqlı sadədir. Və yadınızda saxlayın ki, 1 ilə istənilən ədəd qarşılıqlı sadə olur. Nəyəm 1,24, nəyəm 1,15 və s. də. Yəni istənilən ədəd 1 ilə qarşılıqlı sadədir. 1 ilə 1000, 1000 ilə 1 ilə 5000, 50000 və s. Və bunu da yadınızda saxlayın ki, sadə ədədlərin özlərində nə olur? Qarşılıqlı sadə olur. Məsələn, bax 17, 29. Nə bilim 43, 47. Bax bunların özlərində nədir? Bir-biri ilə qarşılıqlı sadədir. Və bunu da yadınızda saxlayın ki, qarşılıqlı sadə ədədlərin əvobu 1-ə bərabərdir, əkobu isə həmin ədədlərin hasilinə bərabərdir. Aha, bu da belə. İndi bir də bir şey deyim, izahımızda qulaq asmışkən elə kanala da abunə olun və bu dərs izahı barəsində öz rəylərinizi, öz fikirlərinizi bax bu rəylərdə qeyd edə bilərsiniz. Aha, indi bunları öyrəndik. Qarşılıqlı sadə ədədlərin deməli əbobu 1-ə bərabərdir, əkobu isə həmin ədədlərin hasilinə bərabərdir. İndi keçək nəyə? İndi keçək ədədin sadə vuruqlara ayrılışından danışaq. Bax, ilk öncə bir ədəd ayırıram sadə vuruqlara. 122-yə 60, 62-yə 30, 32-yə 15, 15-ə 5, 5 də 5-ə necə 1. İndi bax, səndən nə soruşa bilərlər? Soruşarlar ki, 120-nin neçə sadə vuruğu var? Deyirsən ki, mənim, bax, onda buradakıların hamısını sayırsan. Neçə dənə sadə vuruq görsən? 5 dənə. Deyirsən, mənim 120-nin nəyə var? 5 sadə vuruğu var. Aha. Sonra keçdik buradan nəyə biz? İkinci, soruşa bilərlər ki, 120-nin neçə müxtəlif sadə vuruq var? Neçə dənə müxtəlif vuruq görsən? 1, 2, 3 dənə. Deyirsən ki, onda mənim 3 müxtəlif nəyə var? Sadə vuruğu var. Bəs yaxşı, deyirsən, mənim, soruşsalar ki, neçə sadə böləni var, onda nə edərik? Yadında saxla ki, neçə müxtəlif sadə vuruğu varsa, o qədər də sadə böləni var. Onda 3 dənə də deyirsən ki, mənim sadə böləni var. Bəs deyirsən, mənim, bizdən natural bölən sayını soruşsa, onda nə tər edərdik? Onda belə edirsən, bax, n bərabərdir. 2-dən neçə dənədir burada? 3 dənədir. Yazsan 3 üstə gəl 1. 3-dən neçə dənədir? Bəs 1 dənədir, yazsan 1 üstə gəl 1. 5-dən neçə dənədir? Bəs 1 dənədir, 1 üstə gəl 1. Bu da olur nə? 4 vuraq, 2 vuraq, 2. Bu da verir. 4 da 2, 8, 8-i 2-yə vuranda eləyir 16. Buna 16 dənə natural böləni var. Bəs yaxşı deyirsən, mənim, soruşsa ki, bizdə orada bunun neçə tam böləni var? Tam bölən sayı həmişə natural bölən sayının 2 mislidir. 16 dənə edək eləmin natural böləni. 2-yə vuranda neçə edir? 32. Bəs yaxşı, bizdən soruşsalar ki, bunun neçə tək natural böləni var? Onda nə tər eləyəsən? Bax, belə yazın bunu. 2-dən neçə dənə idi orada? 2-dən 3 dənə idi. Onda 120 bərabərdir. 2 üstü 3. 3-dən 1 dənə idi. Vuraq 3 üstü 1. Vuraq 5-dən də 1 dənə idi. Düzdür? Bax, tək natural bölən sayını nə tər tapırsan? N tək bərabərdir. Deməli, bax, burada bu cütü sirirsən. Cüt vuruğum 2 idi. Onu sirirsən. Yerdə nə qaldı? 3 ilə 5. 3-dən neçə dənədir? 1 dənədir. Yazsan 1 üstə gəl 1. Bəs 5-dən neçədir? 1 dənədir. Yazsan 1 üstə gəl 1. Bu da eləyir 2 vuraq 2. Bu da bizə neçəni verir? 4. Deməli, neçə dənə natural böləni var? 4 dənə tək natural böləni var, daha doğrusu. 4 dənə tək natural böləni var. İndi deyirsən, yaxşı, mənim cüt natural bölən sayını soruşsaydı, soruşsaydı ki, 120-nin neçə cüt natural böləni var? Onda ümumi natural bölən sayından, yəni 16-dan, bax, bu təkə çıxacaqdım 4-ü. Bu da eləyir neçə? 12 dənə. Bu da belə. İndi əbobla əkobdan danışaq. Əbob nə deməkdir? Əbob ən böyük ortaq bölən deməkdir. Ən böyük ortaq bölən. Və qısa olaraq da əbob şəklində yazılır. Gəlin bunun nümunə ilə baxaq. Məsələn, 24 ilə 36-nın əbobunu tapmağımızı istəyir. 24 də sadə vuruqlara ayrı. Bunun bir neçə yolu var. Mən ənənəvi yoldan istifadə edəcəm. Orada var, məsələn, ortaq vuruğu çıxarılması, mürtəzə xaricənin çıxarılması. Onları dərs izahlarında baxarıq. Bax, 24-ü sadə vuruqlara ayrılır. 2-yə 12, 2-yə 6, 2-yə 3, 3-də 3-ə neçə edir? 1. 36-nın sadə vuruqlara ayrılır. 2-yə 18, 2-yə 9, 3-ə 3, 3-də 3-ə 1. Düzdür.
İndi nə alırsan? Bax, burada neçədən 2 var? 3 dənə. Bəs burada neçədən 2 var? 2 dənə. Onda sən 2 dənə 2-ni götürürsən. Həmişə əbobda hər ikisində olanın ən azını götürəsən. Burada bir dənə 3 var. Burada isə 2 dənə 3 var. Ona görə bir dənə də 3 götürəsən. 2 dəfə 2 neçə edir? 4. 4-də 3-ə vuranda neçə edir? 12. Deməli, əbob neçəyə bərabərdir? 12-yə. Bəs əkob nə deməkdir? Əkob isə ən kiçik ortaq bölünən deməkdir. Yəni, verilən ədədlərə bölünən ədəd tapırsan. Bax, məsəl üçün, tutaq ki, verib bizə əkob neçə? 24 ilə 45 verir. Düzdür, bunların əkobunu istəyir. Yenə sayda vuruqlara ayır. 2-yə, 12, 2-yə, 6, 2-yə, 3, 3-də 3-ə 1. 45, 3-ə, 15, 3-ə 5, 5-ə 1. Bax, əkobda nətər elə? Burada 3 dənə 2 var. Burada var, bəs yoxdur. Yoxdursa yenə də götürürsən burada. Burada bir dənə 3 var, burada 2 dənə 3 var. Sən əkobda çoxu götürəsən. 2 dənə 3. Burada bir dənə 5 var, burada heç 5 yoxdur. Ona görə bir dənə də 5 də götürsən. Bunun başqa da yolu var. Məsəl üçün, ən böyüyü götürüb bu birisi kiçikdən baxırsan, hə, vuruqların hansı yoxdursa onları əlavə eləmək. Amma mən ənənəvi yolla, dədə-baba qaydasından gedirəm. Burada bu 8 edir. Bu da 9, vuranda 72, 5'e de vuranda 360 edir. Düzdür? Deməli, əkob nəyə bərabərdir? 360-a. Bir də yadımızda saxlayaq ki, məsəl üçün, sənə desələr ki, əbob 50 ilə 52-nin əbobunu tutaq ki. Bunlar fikir versən ki, necə ədədlərdir? Ardıcıl cüt. Həmişə yadında saxla ki, ardıcıl cüt ədədlərin əbobu 2-yə bərabərdir. Bəs deyirsən mənim əkobunu soruşsalar nə edərik? Əkobu isə elə həmin ədədlərin hasilinin yarısına bərabərdir. Yəni 50 vuraq 52 bölü 2-yə bərabərdir. Bu da belə. Hə, deyirsən mənim bunları da bildik. İndi burada bəzi əbobla əkoba aid sual düsturlar var. Hansılarda onlar? Gəlin baxaq. Yadınızda saxlayın ki, əbob abi vuraq əkob abi nəyə bərabərdir? Gəlin biz bundan danışaq. Əbob abi vuraq əkob abi ilə A vuraq B-yə bərabərdir. Sonra burada belə bir düsturda var. Əbob kvadratı AB nəyə bərabərdir? Əbob kvadratı AB bərabərdir. A vuraq B bölək C-yə. Sonra C özü nədir? C burada orta olmayan sayda vuruqların hansıdır və C-ni tapanda belə tapırsan. Əkob AB-ni bölürsən nəyə? Əbob AB-yə. Bax, bu da belə. Əkob AB-ni bölürsən nəyə? Əbob AB-yə. Və əkobun da belə bir düsturu var. Yadında saxla ki, əkob AB nəyə bərabərdir? Bərabərdir kök adlı A vuraq B vuraq C-yə. Bunları biləndən sonra keçirik indi qalıqlı bölmədən danışırıq. Qalıqlı bölmə nədir? Bax, A ədədini B-yə bölmüşəm, natamam qismətdə kök, qalıqda R almışam. Həmişə yadınızda saxlayın ki, burada bu qalıq R böləndən nə olur? Kiçik olur. Məsəl üçün, sənə desələr ki, bölən 8-dir. Qalıq maksimum neçə ola bilər? Qalıq bil ki, 7 ola bilər. O tərəfə keçə bilmir. Və burada A ədədini tapanda, həmişə məchul bölünəni tapanda B-ni Q-yə vurub, üzərinə də nəyə əlavə edirik? Qalığı. İndi, məsəl üçün, sizə belə bir sual versələr. Deyərlər ki, 7-ni 9-a böləndə qalıq neçə qalır? Bax, 7-ni 9-a böləndə qalıq neçə qalır? Şagird deyir, əməlum, kiçik ədəd nətər böyük ədədə böləndə qalıq qalır? Qalır, bəli. Və 7-nin içində 9 var, deyirsən, xeyr mənim, 0 dəfə. Qalıq elə 7-nin özü olur. Həmişə yadında saxla ki, kiçik ədədə böyük ədədə böləndə qalıq elə həmin o kiçik ədədin özü olur. Deyirsən, mənim bir bunu ispat elə baxaq, görək, həqiqətən belədir. Məsəl üçün, x ədədidir, 9-a bölmüşəm, natamam qismətə 0, qalığa da 7 düşürdü. İndi buradan x-i tapanda 9-u 0-a vurub, üzərinə də nəyə əlavə edirik? 7-ni. 9-u 0-a vuranda 0, üstünə də 7-ni əlavə eləyəndə neçə edir? 7 edir. Deməli, həqiqətən də doğruymuş. 7-ni 9-a bölündə qalıqda 7 qalırmış. İndi sonra biz keçək nəyə? Belə bir sual verilə bilər. Nətər? Deyir ki, bölən 8 olarsa, alına bilən qalıqların cəmini tap. Sən nə varsan? Tez 1, 2, 3, 4, 5, 6, 7-ni cəmləyirsən. Düzdür? Bu deyilir neçə? 28 edir. Deyirsən, yaxşı müəllim, orada bölən 80 olarsa desəydi, onda nə edərdik? Onda düstur var. Nətər? Düstur belədir. Bax, bölən n olarsa, alına bilən qalıqların cəmini n vuraq, n-1 bölək 2 düsturundan tapırıq. İndi bölən 80 deyilə, n-in yerinə 80 yazasın. 80 vuraq, 80-dən 1 çıxanda neçə? 79 böləsən neçə? 2. Bax, bunu hesablayasın. Bir də burada bizdə nə var? Euler düsturu var. Euler düsturu nədir? Gəlin ona da baxaq.
Euler düsturu məsəl üçün bizə bir A ədədi verir və sadə vuruqlara ayrışır da belədir. A üstü M, vuraq B üstü N, vuraq C üstü K. Bunu nə vaxt istifadə edəsən Euler düsturunu? Saat deyəcək ki, bu A ədədindən kiçik A ilə qarşılıqlı sadə ədədlərin sayını tap. Onda Euler düsturu nədir? Bax, bu şəkildə sadə vuruqları ayırırsan ilk öncə. Sonra yazırsan A vuraq, birdən çıxırsan, bax, burada bir neçədə sadə vuruq A. A-nın tərsi, yəni A-da biri. Sonra vurursan, birdən çıxırsan B-nin tərsini B-də biri. Bir də vurursan, birdən çıxırsan C-nin tərsi C-də biri. Hə, bu da belə. Bax, bu da bizim Euler düsturumuz. Ədədi sadə vuruqlara ayırıb, sonra da bax, bu düsturla gedirik. Bu şəkildə. Sağ olun.